Məhsullərinizin istehsalat sahəsində bu kimi risklərlə üz-üzə qalmağını istəmirsinizsə, təlimlərimizə qoşula bilərsiniz. Əməkdaşların hündürlükdə işləyərkən təhlükəsiz şəkildə işləri icra etməsi üçün qanunvericiliyimiz var. Hündürlükdəki işlərin texniki təhlükəsizlik qaydaları. Bu qanunvericilik deyir ki, şəxslər istehsalat sahəsində mülkiyyət hüququndan asılı olmayaraq 1.80 santimdən yuxarı iş görürsə və yıxılma təhlükəsi varsa, onlar təlimlərə cəlb olunmalıdır. Təlimlərdə öyrəndikləri bilikləri, təhlükəsizlik qaydalarını sahəyə qalxarkən tətbiq etməlidirlər ki, yıxılma, bədbəxt hadisələrin baş verməsi, risklərlə üz-üzə qalmaq hadisələri olmasın. Əgər əməkdaşlarınız 1.8 metr hündürlükdə işləyirsə və yıxılma təhlükəsi ilə üz-üzə qalırsa, J&I Training Akademi əlavə təhsil mərkəzinin xidmətlərindən istifadə edərək əməkdaşlarınızın təhlükəsizlik qaydalarını öyrədə bilərik. Gördüyünüz bu poligon sahəsində əməkdaşlar həm nəzəri, həm praktiki təlimlərə cəlb oluna bilər. Bütün bu mövzunu sizə J&I Training Akademi əlavə tədris mərkəzi təqdim edir. Mərkəzimiz, akademiyamız Təhsil Nazirliyindən alınmış xüsusi lisenziya əsasında fəaliyyət göstərir. Sizə təqdim edildiyimiz dərslər metodika Fövqəladə Hallar Nazirliyindən razılaşdırılmış metodika əsasında keçirilir. Keçəcəyimiz mövzular nəzəri tərəfdən ibarət olacaq. Digər ikinci fazamız isə poligon ərazimizdə praktiki məşqələrimizlə yekunlaşacaq. Praktiki məşqələrimizdə hündürlüyə qalxmağımız, avadanlıqlardan istifadə etməyimiz, yıxıldığımız halda, özümüz xəsarət aldığımız halda, növbə yoldaşımız xəsarət aldığı halda necə ilkin yardım etməli, xilasetmə avadanlıqlarından necə istifadə etməli, istifadə əsasında hansı detallara, hansı nöqtələrə fikir verməli, bütün bunların üzərindən detallı şəkildə keçəcəyik.